Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm, həkim, psixoterapevt, yalan və bədən dili üzrə ekspert Elnay Rəhimov Tambovski. İnsan davranışlarını analiz eləməyə davam edirik. Utancaqlıq nədir? Yəni özgüvənsizlik və özgüvən nədir? Bunu yadda saxlayın ki, utancaqlıq hər zaman sərt tələblərin nəticəsidir. Bir nəticədir. Hansı ki, insanda diskomfort hissi yaradır. İnsan özünə yer tapa bilmir. Ürək döyüntülərinin miqdarı artır, dərisi qızarır və digər psixosomatik simptomlar meydana gəlir. Bu sərt tələblərin altında da xəstəlikli, sağlam olmayan mükəmməliyyətçilik yatır ki, bu da uşaq vaxtından insana valideynlərə, əgər valideynləri də yoxdursa, ona emosional cəhətdən daha yaxın olan insanlar tərəfindən formalaşdırılır. Yəni, bu necə olur? Bu mükəmməliyyətçiliyin də, sağlam olmayan mükəmməliyyətçiliyin də iki tərəfi var. Birinci tərəf sahib tərəfdir. Hansı ki, insan üzərində daimi kontrol var. Valideynlər və yaxud da emosional olaraq ona yaxın olan insanlar tərəfindən. Daimi diktə olunur ki, sən dərslərindən 2 alsan, sən artıq biabır olacaqsan. Sən dərslərindən 5 alsan, o zaman biz səni sevməyə başlayacaq. Sən atan kimi alim olmalısan, sən baban kimi səxavətli olmalısan, yoxsa məhv olmuş olacaqsan. Bu kimi insan tələblərlə doldurulur. Digər hissəsi isə qul hissədir ki, burada da qurban yerləşir və o birinci deyilənlərə neyniyir? İnanır. İndi gəlirik özgüvənə. Özgüvən isə adaptiv seçimlərin, baxın adaptiv deyirəm, qeyri-real yox, adaptiv seçimlərin, istəklərin nəticəsidir. Yəni, insan lazım olanda özünə bəzi şeyləri icazə verə bilmə qabiliyyətidir. Məsələn, mən icazə verirəm ki, başqaları mənə yox desin. Mən icazə verirəm ki, başqaları məni bəyənməsin. Mən özümə mükəmməl olmamağa icazə verirəm. Və mən istəyərəm ki, təbii ki, daha yaxşı olum. Lakin mən ideal olmaq məcburiyyətində deyiləm. Və mən bilirəm ki, nə mən, nə başqaları və nə dünya mükəmməl deyildir. Bu özü sağlam mükəmməliyyətçilikdir. Sağlam mükəmməliyyətçilikdə məsələ necədir? Yəni, mən artıq bilirəm ki, heç bir şey başlanğıcda əla ola bilməz. Və yaxud da olsa belə o bir təsadüfdür. Yəni, insan qalxıb düşə-düşə öyrənir. Uğursuzluqlarla öyrənir. Səhvlərindən dərs çıxararaq öyrənir. Yəni, insan o saat ani nəticələr gözləməməlidir. Hər bir nəticə gərgin əməyin, zaman verməyin, zamanı düzgün planlaşdırmağın, strategiyaları yerli yerinə oturtmağın və məqsədə yönlü, hədəfə yönəlik çalışmanın nəticəsidir. Diqqətinizə görə minnətdaram. Sağ olun.